Salam, hörmətli izləyicilər. Azərbaycan dilindən mövzu izahlarımız davam edir. Bugün canın işlənmə məqamlarına baxacaq. Azərbaycan dilində ca, qoşma, ədat və şəkilçi kimi işlənir. İlk öncə qoşma kimi işlənmə məqamına diqqət yetirək. Ca qoşma kimi işləndikdə isim və əvəzlikləri artırılaraq müəyyən məna çaları əmələ gətirir. Ca yerinə qədər, fərqi ilə, görə, ilə sözlərini qoya biliriksə, ca qoşmadır. Məsələn, uşaqca ağlı yoxdur, yəni uşaq qədər. Yaşca məndən böyükdür, yəni yaş fərqi ilə. İsmin quruluşca 3 növü var, yəni quruluşuna görə. Yol boyunca onu izlədilər, yəni yol boyu ilə. İndi isə canın ədat kimi işlənmə vəziyyətlərinə baxaq. Ədat kimi işləndikdə ca, sifət, zərf və sayların üzərinə artırılanda ədat olur. Sifətin çoxaltma dərəcəsini düzəldən əlamət kimi. Məsələn, yaxşıca, xırdaca, quruca. Zərfin üzərinə artırılanda əvvəlcə, yavaşca, sayın üzərinə artırılanda bircə. Bircə həm ədat, həm də say üstəgəl ədat kimi işlənə bilir. Bircə sözündə bir sayını iki sayı ilə əvəz etmək mümkün olursa, bir say, ca ədat olur. Bircə kitabım var, ikicə kitabım var. Bu əvəzləmə mümkün olmursa, bircə bütövlükdə ədat olur. Məsələn, bircə sən danışmadın. Ədat kimi işləndikdə yalnız sözü ilə əvəz oluna bilərsə, məhdudlaşdırıcı ədat. Məsələn, bircə sən bilirsən. Kaş sözü ilə əvəz oluna bilərsə, arzu ədatı. Məsələn, bircə yay gəlsəydi. Digər hallarda qüvvətləndirici ədat olur. Məsələn, bircə tez ol. Sonra, indi isə şəkilçi kimi işlənmə vəziyyətinə baxaq. Ca, zərf düzəldən leksik şəkilçi kimi işlənir və dil anlayışı ifadə edir. Məsələn, türkcə, rusca, ərəbcə və s. İndi isə digər məqamlara baxaq. Biz dedik ki, ca, qoşma, ədat və şəkilçi kimi işlənir. Bir də dilimizdə elə sözlər var ki, onların tərkibində ca hissəciyi olur. Amma bu nə qoşma, nə ədat, nə də şəkilçi olur. Sadəcə olaraq bu sözlərin tərkibində həmin hissəciyi olur və bunlara diqqət etmək lazımdır. Deməli, digər məqamlarda işlənmə vəziyyətləri. Cə, feildən isim düzəldən şəkilçi kimi. Məsələn, düşüncə, əyləncə. Həmçinin modal sözlərin tərkibində fikrimizcə, zənnimcə, bizcə, məncə. Məncə fikrin mənbəyini bildirən modal sözün tərkibində işləndikdə özündən sonra vergül qoyulur. Məsələn, məncə yaz fəsli daha gözəldir. Bu nümunədə bütövlükdə modal sözdür. Digər formada isə əvəzlik üstəgəl ədat olur. Məsələn, məncə səni çox istəyən yoxdur, yəni mən qədər. Həmçinin, feili bağlama şəkilçilərinin tərkibində dıqca, ınca, məsələn, baxdıqca, oxuduqca, bilincə, yazınca. Sonra, larla, larca say düzəldən şəkilçilərdə, məsələn, yüzlərcə, minlərcə. Bu dediklərimizi cədvəl formasında tərtib etmişik. Daha asan başa düşülməsi üçün
bu formada tərtib etmişik. İndi isə bunlara baxaq. Biz dedik ki, ca həm qoşma, həm ədat, həm də şəkilçi kimi işlənir. Qoşma kimi işləndikdə ca yerinə qədər, fərqi ilə, görə, ilə sözlərini qoya biliriksə, ca qoşmadır. Uşaqca ağlı yoxdur, yaşca məndən böyükdür, ismin quruluşca 3 növü var, yol boyunca. Burada gördük ki, uşaq qədər, yaş fərqi ilə, quruluşuna görə, yol boyu ilə sözləri ilə əvəz edə bilirik. Həmçinin ədat kimi işləndikdə, sifət, zərf və sayların üzərinə artırılanda ədat olur. Məsələn, yaxşıca, xırdaca, quruca, əvvəlcə, yavaşca, indicə, bircə və s. Şəkilçi kimi olanda ca, zərf düzəldən leksik şəkilçi kimi işlənir və dil anlayışı ifadə edir. Məsələn, türkcə, rusca, ərəbcə. Həmçinin dedik, digər məqamlarda feildən isim düzəldən şəkilçi kimi düşüncə, əyləncə, modal sözlərin tərkibində fikrimizcə, zənnimcə, bizcə, məncə, feili bağlama şəkilçilərinin tərkibində dıqca, ınca, baxdıqca, oxuduqca, bilincə, yazınca, larla, larca say düzəldən şəkilçilərdə yüzlərlə, minlərcə. Deməli, canın işlənmə məqamları bunlar oldu. Sonda abunə olmağı və bəyənməyi unutmayın. Bu günlük bu qədər. Növbəti izahlarda görüşənə qədər.